Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordunda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Salam, əziz televiziya tamaşaçıları. Mən Azərbaycanlıyam milli bilik yarışmasını seyr edən və səbirsizliklə gözləyən tamaşaçılarımız. Studiyada əyləşən, bizi canlı izləyən auditoriyamız və eyni zamanda bu yarışmada iştirak edən intellektuallarımız. Mən Azərbaycanlıyam milli bilik yarışmasına xoş gəlmisiniz. Bildiyiniz kimi bura bir sınaq meydanıdır və bu meydanda hər bir Azərbaycanlı gənci özünü sınaya bilər və öz intellektini, öz biliyini, öz bacarığını nümayiş etdirə bilər. Və özünə güvənən bizim bugün də 10 intellektualımız var və onlar öz biliklərini və öz savadlarını və Azərbaycan haqqında bildiklərini bizə nümayiş etdirmək istəyirlər. Və ola bilsin ki, eyni zamanda Azərbaycan haqqında daha çox bilgi almaqda niyyətləri var ola bilsin. Və bugünkü qalibi sonda əlbəttə ki, mükafat və hədiyyə gözləyir. Hədiyyə haqqında biraz sonra bizim çünki ənənəmiz var və verilişin əvvəlində təşəkkürlərimiz səslənməlidir. Bu layihənin birbaşa təşəbbüskarı olan Gənclər və İdman Nazirliyinə təşəkkür edirik. Söylədiyimiz kimi qalibi bugün mükafatlar və hədiyyə gözləyir və bu hədiyyələri bizə təqdim edən, layihəmizi hər zaman dəstəkləyən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təşəkkür edirik. Təhsil Nazirliyinə təşəkkürümüz var. Və əlbəttə ki, əziz tamaşaçılar, bu oyunu, bu milli yarışmanı milyonlarla tamaşaçıya təqdim edən, Azərbaycan haqqında bilgiləri video süjet vasitəsilə bütün izləyicilərə, bütün tamaşaçılara təqdim edən Azərbaycan televiziyasına təşəkkür edirik. Təşəkkürlərimiz bu qədər və indi oyunumuzun maraqlı məqamlarından biri gəlib çatdı.
bugünkü intellektuallarla tanış olmaq məqamı. Yarışmamızın intellektuallarını sizə təqdim etmək istəyirəm. Fərid Əhmədli, Nadir Həsənov, Səadət İsmailova, Nurlan Abdurrahmanov, Rəşad Əlirzayev, Hafiz Cəlilov, Şərif Şükürov, Araz İsmailzadə, Hikmət Quliyev və Hacı Hacızadə. Bir daha xoş gəlmişsiniz deyirəm sizə və uğurlar arzu edirəm və oyunun şərtləri barəsində qısa bir məlumat vermək istəyirdim sizə, əziz intellektuallarımız. Sual səsləndikdən sonra ilk olaraq seçim sualı səslənəcək və bu sual səslənən kimi zil səsini eşidəcəksiniz. Və yalnız bu zil səsindən sonra önünüzdəki o düymələri basa bilərsiniz. Ən çevik intellektualımız bu sualı cavab vermək hüququnu qazanır. İndi isə seçim sualımız səslənir. Hörmətli intellektuallar, diqqətli olun. Seçim turunun ilk sualı səslənir. Kür çayı Xəzər dənizinə hansı rayonun ərazisindən tökülür? Vaxt getdi. Hacı Hacızadə bu sualın cavabını bilir. Buyurun. Mənim fikrimcə Neftçala. Tamamilə doğrudur, təbrik edirəm. Bizim isə əziz tamaşaçılar, qısa bir səyahətimiz var Neftçalaya. Əziz tamaşaçılar, Neftçalaya qısa səyahət etdik və yenidən qayıdırıq studiyamıza və oyunumuza başlayırıq. İlk iştirakçımız isə ilk intellektualımız Hacı Hacızadədir. Hacı, xoş gəlmişsiniz. Sizə uğurlar arzu edirəm, amma əvvəl tamaşaçılarımıza bir özünüz haqqında qısa bir məlumat versəniz yaxşı olar. Mən Hacızadə Hacı, Laçın rayonundan olmuşam və 2003-cü ildə Laçın rayonunun Muğam Məmmədov adına Qaraşesi kənd məktəbinə daxil olmuşam və hal-hazırda Laçın rayonunun bu nömrəli məktəbində ümumi sinifdə təhsil alıram. Əsas məqsədimiz gələcək 2014-cü qəbul imtahanlarında yüksək balla ali məktəbə daxil olmaqdır. Boş vaxtlarımda daha çox coğrafiyaya dair məlumatlar toplamaq xoşlayıram. Bu qədər. Hansı peşəyə yiyələnmək istəyirsiniz? Beynəlxalq münasibətlər. Mən sizə uğurlar arzu edirəm, Hacı. Və bildiyiniz kimi bizim oyunda 5 mövzumuz var və bu mövzulardan siz birini seçməlisiniz. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, ümumi mövzu və incəsənət. Tarix və etnografiya. Tarix və etnografiya mövzusunda Hacı Hacızadə ilə oyunumuza başlayırıq. 1803-cü ilin 12 sentyabrında Şeyxəli xanın yenidən Quba xanlığına birləşdirdiyi tarixi Azərbaycan şəhəri hansı idi? Vaxt getdi. Dərbənd. Dərbənd deyirsiniz. Və mən sizi təbrik edirəm, cavab doğrudur. Tarix və etnografiya mövzusunda ikinci sualımız səslənir. İddia, soyurqal, mülk və ərəblərin hakimiyyəti dövründə bu torpaq mülkiyyəti formalarından hansı mövcud olmayıb? Vaxt getdi.
vaxtımız bitdi Hacı və sizin fikriniz Soyurqal. Soyurqal. Bəli. Və tamamilə doğrudur, cavab doğrudur. Tarix və etnografiya mövzusunda bu mövzunun 3-cü, sonuncu sualı səslənir. Bu plana görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. Adının mənası uca zirvələrdə bitən çiçək olan bu hücum planı hansı idi? Vaxt getdi. Kömək istəyirəm. Zaldan kömək istəyirsiniz. 2 köməyiniz var və birinci köməkdən istifadə edirik və zala müraciət edirik. Buyurun. Mehralı Mətləb, Aziz Dönəs Qaz Prezidenti Dövlət Dərəcə Akademiyası, Beynəlxalq Münasibətlər 1-ci kurs. Mənim fikrimcə bu Edelweiss planıdır. Edelweiss'dir Hacı. Sizin həmkarınız necə düşünürsünüz? Yəni, Qəbul edirəm. Qəbul edək Bəli. bunu cavab kimi. Bəli. Və mən sizin hər ikinizi təbrik edirəm, cavab doğrudur. Sizin bir köməyiniz qalıb, Hacı. Yəni, bir köməkdən sadəcə olaraq istifadə edə bilərsiniz. Və 3 sualımız bir mövzuya aid. 3 sualımız bitdi, indi mövzunu dəyişməliyik. Hansı mövzunu Coğrafiya. dəyişməliyik? Coğrafiya mövzusunda Hacı Hacızadə ilə oyunumuzu davam etdiririk. Yuxarı Qarabağ, Baş-Mil, Baş-Muğan, Samur-Abşeron. Bu anlayışları birləşdirən ümumi cəhət nədir? Vaxt getdi. Vaxt getməsin. Vaxt dursun və cavabı bilirsiniz. Kanal, su kanalları. Su kanalları və mən sizi təbrik edirəm, cavab doğrudur. Coğrafiya mövzusunda 2-ci sualımız səslənir. Talış silsiləsinin yüksək zirvələrindən olan bu zirvənin yamacları çox parçalanmışdı. Lerik rayonu ərazisində yerləşən və hündürlüyü 2433 metr olan bu zirvə hansıdır? Vaxt getdi. getməsin. Vaxt getməsin və cavabı Qız bilirsiniz. yurdu. Hansı zirvədir? Qız yurdu. Qız yurdu tamamilə doğrudur. Və coğrafiya mövzusunda 3-cü sualımız səslənir. Xəzər dənizinin ən böyük körfəzləri hansılardır? Vaxt getdi. Qaraboğazqol, Türkmenbaşı, Həştərxan. Yəni Mahçqala. Cavab qəbul edinmi? Bəli. Təəssüflər olsun ki, cavab doğru deyil. Doğru cavab Qızılağac, Qaraboğaz göl, Manqışlaq. Yalan. Təəssüflər olsun. Təşəkkür edirəm sizə, Hacı. İndi isə seçim turumuzu davam etdiririk. Qala altı mineral bulağı və müalicə mərkəzi hansı rayonun ərazisində yerləşir? Vaxt getdi. Araz İsmailzadə deyəsən bu sualın cavabını bilər. Araz sizin fikrincə? Mənim fikrimcə bu Şabran rayondur. Tamamilə doğrudur. Əziz tamaşaçılar, bizim isə Şabrana qısa bir səyahətimiz var. Şabrana qısa səyahətimiz bitdi, əziz tamaşaçılar, və oyunumuzu davam etdiririk. Növbəti intellektualımız isə Araz İsmailzadədir. Araz, xoş gəlmişsiniz və əvvəl oyuna başlamazdan əvvəl zəhmət olmasa özünüzü təqdim edərdiniz. Tamaşaçılar da sizi tanısınlar.
Mən İsmailzadə Araz Azəroğlu, deməli 1999-cu ildə deməli Goranboy rayonu Qaraslan kənd orta məktəbinə daxil olmuşam və 2010-cu ildə həmin 11-ci sinifi bitirmişəm və 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində daxil olmuşam, Maliyyə fakültəsinə. Hal-hazırda 1-ci kurs tələbəsiyəm. Sizə uğurlar arzu edirəm Araz və bildiyiniz kimi 5 mövzumuz var. Bu mövzudan birinci hansını seçirsiniz? Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya mövzusunda Araz İsmailzadə ilə oyunumuza başlayırıq. Rus əskərlərinin özbaşınalıqlarına qarşı 1810-cu ildə hansı əyalətdə üsyan baş verdi? Vaxt getdi. Buyurun. Quba. Cavab doğrudur. Tarix və etnoqrafiya mövzusunda ikinci sualımız səslənir. Bu sülalə Albaniyada hakimiyyətdə olan son sülaləsidir. Ən məşhur nümayəndəsi Cavanşir olan bu sülalə hansıdır? Vaxta ehtiyacı yoxdur. Buyurun. Mehranilər sülaləsi. Mehranilər sülaləsi tamamilə doğrudur. Tarix və etnoqrafiya mövzusunun üçüncü və bu mövzunun sonuncu sualı səslənir. Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən bu qala yerli daşlardan tikilib. Yüksək dağlıq ərazisidə yerləşən bu qala hansıdır? Vaxt getdi. Köməkdən istifadə edirəm. Köməkdən istifadə etmək istəyir Araz və zala müraciət edirik. Auditoriyada bu sualın cavabını bilənlər varmı? Buyurun. Satıcı Ayhan, Xətai rayon 138 sayılı orta məktəb 11 sinif şagirdi. Mənim fikrimcə bu Cavanşir qala. Siz Cavanşir qalası deyirsiniz. Araz, siz necə qəbul edirsinizmi cavab olaraq? Yəni qəbul edilmi köməyi cavab olaraq? Bəli, başqa variant olmadı. Cavanşir qalası deyirsiniz. Bəli. Çox təəssüflər olsun ki, cavab doğru deyil. Doğru cavab Koroğlu qalası. Təəssüflər olsun. Sizə gələn oyunlarda uğurlar arzu edirəm. Çox sağ olun. Əziz intellektuallar, bizim isə hələ ki finalçımız olmadığına görə seçim turumuzu, seçim oyunumuzu davam etdiririk. Diqqətli olun. Seçim sualı, növbəti seçim sualı səslənir. Məşhur Şahtaxtinskilərin öz soy adlarını götürdükləri Şahtaxtı kəndi Naxçıvanın hansı rayonundadır? Vaxt getdi. Nurlan Əbdülrahmanov bu sualın cavabını deyəsən bilir. Nurlan? Mənim fikrimcə bu Şərur rayonudur. Şərur deyirsiniz, əminsiniz. Bəli. Təbrik edirəm, cavab doğrudur. Əziz tamaşaçılar, bizim isə vətənimizin gözəl güşələrindən biri Şərura qısa səyahətimiz var. Şərura səyahət etdikdən sonra əziz tamaşaçılar yenidən studiyamıza qayıdıb oyunumuzu davam etdiririk və növbəti intellektualımız Nurlan Abdurrahmanovdur. Nurlan, xoş gəlmişsiniz. Nurlan Abdurrahmanov kimdir? Özünü tamaşaçılarımıza təqdim etsin, sonra isə oyunumuza başlayaq. Mən Abdurrahmanov Nurlan Sabitoğlu 1996-cı il Kürdəmir rayon Cəhir kəndində anadan olmuşam. 2013-cü ildə Kürdəmir rayon Tofiq İsmailov adına bir sayı orta məktəbi bitirib Prezident yanında Dövlət İdarəçi Akademiyası Beynəlxalq Münasibətlər Fakültəsinə daxil olmuşam. Boş vaxtımda kitab oxumağı xoşlayıram. Neçənci kursda oxuyursunuz? 1.
Birinci kursda. Dərsinizdə sizə uğurlar arzu eləyirəm. Amma oxuduğunuz kitablar maraqlıdır ki, hansı kitablara daha çox üstünlük verirsiniz? Beynəlxalq münasibətlərdə oxuduğum üçün gələcəkdə diplomat olmaq istəyirəm və indidən siyasi motiv kitabları oxumaq sevirəm. Yəni, sonuncu oxuduğum kitabda əsərdə 1984-dür. Uğurlar arzu eləyirəm sizə Nurlan və bildiyiniz kimi 5 mövzumuz var. Bu 5 mövzudan siz sadəcə olaraq 3 mövzunu seçib, ardıcıllıqla hər mövzuda 3 suala doğru cavab versəniz, ilk finalçımız ola bilərsiniz. Ona görə sizə uğurlar arzu edirəm, diqqətli olun və ilk olaraq hansı mövzunu seçirsiniz? Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya mövzusunda Nurlan Abdurrahmanovla oyunumuza başlayırıq. Uzun Həsənin vergiləri və mükəlləfiyyətləri nizama salmaq məqsədi ilə hazırladığı sənəd necə adlanırdı? Vaxt getməsi bu qanunnamə idi. Qanunnamə deyirsiniz. Cavab olaraq qəbul edin. Bəli. Tamamilə doğrudur, təbrik edirəm. Tarix və etnoqrafiya mövzusunun ikinci sualı səslənir. Marağa, Gəncə, Təbriz, Sultaniyə bu şəhərlərdən hansı Hülakülər dövlətinin paytaxtı olmayıb? Vaxt getməsin, cavab Gəncə. Gəncə. Bəli. Təbrik edirəm. Tarixi deyəsən, yaxşı bilirsiniz. Tarix və etnoqrafiya mövzusunun üçüncü, sonuncu sualı səslənir. 1410-cu il avqustun 30-unda Şənbi Qazan adlanan yerdə Qara Yusifin Cəlairi Sultan Əhmədi məğlub etməsi nəticəsində hansı Azərbaycan dövləti yaranmışdı? Vaxt getməsin, cavab Qaraqoyunlu var. Təbrik edirəm sizə Nurlan, cavab doğrudur. Bu tarix və etnoqrafiya mövzusunda üçüncü, sonuncu sualımız idi. Keçirik növbəti mövzuya, hansı mövzunu seçirsiniz? Coğrafiya. Coğrafiya mövzusunda Nurlan Abdurrahmanovla oyunumuzu davam etdiririk. Kiçik Qafqaz dağlarında olan hansı landşaft tipi Naxçıvan Muxtar Respublikasının ərazisində yoxdur? Vaxt getdi. Vaxt getməsin? Vaxt getməsin, cavab dağ meşə. Dağ meşə tamamilə doğrudur. Coğrafiya mövzusunun ikinci sualı səslənir. Nurlan, tərkibinə Samur Dəvəçi, Qonaq kənd, Zaqatala Lahıc kimi fiziki coğrafi rayonlar daxil olan təbii vilayət hansıdır? Vaxta ehtiyac... Cavab getməsin, cavab Böyük Qafqaz vilayəti. Böyük Qafqaz vilayəti doğrudur. Və coğrafiya mövzusunda üçüncü, sonuncu sualımız səslənir və sizin köməyiniz hələ ki var. Və mən sizə yenə də deyirəm, uğurlar arzu eləyirəm. Afərin suallara özünüz daha dəqiq və doğru cavab verirsiniz. Qanı Xayriçay vadisini Böyük Qafqazın cənub-şərqini, Kiçik Qafqazın dağ ətəyi və alçaq dağlıq zonasını əhatə edən iqlim tipi hansıdır? Vaxta ehtiyac varmı? Vaxt geçsin. Bu iqlim tipinin adı biraz uzundur, ona görə diqqət. Qışı quraq keçən mülayim isti iqlim. Tamamilə doğrudur. Afərin, 6 sualın 6-sına da düzgün cavab verdiniz. Qarşıda 3 sualımız durur. Və növbəti mövzu hansını seçirsiniz? Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusunda Nurlan Abdurrahmanovla oyunumuzu davam etdiririk. Yaralıları hərbi hospitala göndərdilər cümləsində tamamlıq hansı nitq hissəsi ilə ifadə olunmuşdu? Vaxt getdi. Cavabı verirsənsə vaxtı dayandırı bilərik. Vaxt dayandı və əslində vaxt bitdi Nurlan və Mənim fikrimcə bu sifətdir. Tamamilə doğrudur, təbrik edirəm. Dil və ədəbiyyat mövzusunun ikinci sualı səslənir. Bu çiçəklər ona görə gözəldir ki, onların sənin kimi çiçək bəsləmişdi. Bu nümunə budaq cümlənin hansı növüdür? Vaxt getdi.
Cavab bilirsənsə vaxtı dayandı. Vaxt dayandı və Nurlan cavabı bilir. Fikrincə hansıdır? Mənim fikrimcə bu səbəb budaq cümləsidir. Səbəb budaq cümləsi doğrudur. Nurlan, sonuncu sualımız səslənir. Əminəm ki, bu sualın da cavabını özün verəcəksən və 2 köməkdən heç istifadə etməyəcəksən. Amma yenə də xatırladıram ki, 2 köməyim var. Cəfər Cabbarlının Mənsur və Sitarə, Aslan və Fərhad, Əhməd və Qumru əsərlərinin janrı nədir? Vaxt getdi. Nurlan və fikrincə bu hansı janrda yazılan əsərlərdir? Kömək götürmək istəyirəm. Auditoriyada əyləşən intellektuallarımız bu sualın cavabını bilirlərmi? Kimi seçirsiniz Nurlan? Ramtik cavab versin. Mən Alizadə Ramtik, Prezident yanında Dövlət Dərəcəsi Akademiyası Beynəlxalq Münasibətlər 1-ci kurs. Mənim fikrimcə bu hekayə janrıdır. Həmkarınız dedi ki, bu hekayədir Nurlan. Razısınızmı? Cavab olaraq qəbul edinmi? Edək. Və sizi təbrik edirəm. Cavab doğrudur. Nurlan Abdurrahmanov, Nurlan finalçımızdır. Təbrik edirəm. Finalda görüşərik. Buyurun. Hörmətli tamaşaçılar, bizim artıq bir finalçımız var, amma seçim turlarımız hələ davam edir və növbəti intellektuallara bir daha uğurlar arzu edərək seçim turumuzun növbəti sualını səsləndirirəm. Seçim turumuzun sualı səslənir, diqqətli olun. İkinci Dünya Müharibəsi illərində məşhur 416-cı Taganrog diviziyası məhz bu rayonun ərazisində yaradılmışdı. Burada həmin diviziyanın döyüşçülərin şərəfinə xatirə abidəsi də ucaldılıb. Söhbət hansı inzibati rayondan gedir? Vaxt getdi. Səadət İsmailova deyəsən bu sualın cavabını bilir. Səadət. Bu Ucar rayonudur. Ucar. Təbrik edirəm, cavab doğrudur. Əziz tamaşaçılar, bizim isə Ucara qısa bir səyahətimiz var. Ucarın gözəlliklərini bir daha seyr etdik, əziz tamaşaçılar, və studiyaya qayıdıb oyunumuzu davam etdiririk. Növbəti oyunçumuz, intellektualımız isə Səadət İsmailovadır. Səadət, xoş gəlmişsiniz. Sizə uğurlar arzu edirəm, amma əvvəl özünüzü qısa tamaşaçılarımız üçün təqdim edin. Mən İsmailova Səadət, 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə Akademik Zərif Əliyev adına liseyi bitirib, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünas ixtisası üzrə qəbul olmuşam. Maraqlı hobbiniz, hansısa bir maraq göstərdiyiniz sahə? Əsasən dedektiv əsərlərini oxumağı daha çox sevirəm. Bizim yazıçılarım yoxsa? Çingiz Abdullayev, Elxan Əlatlı, onları oxuyuram. Həmçinin xarici ədəbiyyatdan. Klassik dedektiv yazıçılarından kimləri tanıyırsınız? Arthur Conan Doyle, bundan başqa Agatha Christie. Sevirsiniz yəni, oxuyursunuz onu. Mən sizə uğurlar arzu edirəm, Səadət, və ikinci finalçımız ola bilərsiniz. Ümid edirəm ki və arzu edirəm ki, siz ikinci finalçımız olasınız və diqqətli sualları dinləyib, suallara təmkinlə, tələsmədən cavab verəsiniz. 5 mövzumuz var bildiyiniz kimi. Bu mövzulardan ilk olaraq hansını seçirsiniz? Tarix və etnografiya. Tarix və etnografiya mövzusunda Səadət İsmailova ilə oyunumuza başlayırıq. Qızılbaş dövründə Məlik titulunu kim daşıyırdı? Vaxt getdi. Əmin deyilsinizsə, yəni köməkdən istifadə... Əmin olmadığıma görə köməkdən istifadə edin. Versiyanız yoxdursa, onda köməkdən istifadə edək. Köməkdən istifadə.
Mehri Əliyev Mətləb, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq Münasibətlər 1-ci kurs. Mənim fikrimcə bu Qızılbaş əyanlarının ali nümayəndələridir. Qızılbaş əyanlarının ali nümayəndələri dedi. Həmkarınız və Səadət bu cavabla razısınızmı? Cavab olaraq qəbul edinmi? Bəli, Qızılbaş əyanlarının ali nümayəndələrini cavab olaraq kimi qəbul edin. Hər ikinizi təbrik edirəm, çünki cavab doğrudur. Tarix və etnografiya mövzusunun birinci sualı idi və bir köməyinizi artıq istifadə elədiniz, bir köməyiniz qaldı. Növbəti sual səslənir. 1-ci Şah Abbasın hakimiyyəti dövründə geri qaytarılmış Bağdad və İraq ərazisi hansı Səfəvi hökmdarının dövründə yenidən itirilmişdi? Vaxt getdi. Vaxtımız bitdi, Səadət və cavabınız varsa səsləndirin. Sual isə bu ərazilər, söylədiyimiz Bağdad və İraq ərazisi hansı Səfəvi hökmdarının dövründə yenidən itirilmişdi? Cavabınız varsa buyurun. Şah Səfi. Şah Səfi deyirsiniz. Cavab olaraq qəbul edinmi? Bəli, edin. Təbrik edirəm sizi, cavab doğrudur. Tarix və etnografiya mövzusunun 3-cü, sonuncu sualı səslənir. Kimin Azərbaycana yürüşü Eldənizlər dövlətinə son qoydu? Vaxt getdi. Cavabı bilirsə, vaxtı dayandıra bilərik. Vaxtımız bitdi, Səadət və sizin fikrinizcə... 1225-ci ildə Xarazmşah Cəlaləddin yürüyüşü nəticəsində... Tamamilə doğrudur, təbrik edirəm. Bu, tarix və etnografiya mövzusunun 3-cü, sonuncu sualı idi. Hansı mövzunu seçirsiniz növbəti? Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusunda Səadət İsmailova ilə oyunumuzu davam etdiririk. Elə, belə, məhz, əsl sözləri ədatın hansı məna növünə aiddir? Vaxta ehtiyacı yoxdur, bilirsiniz, buyurun. Dəqiqləşdirici növü. Dəqiqləşdirici tamamilə doğrudur, təbrik edirəm. Dil və ədəbiyyat mövzusunun 2-ci sualı səslənir. Gəlin sapsarı saralsa da özünü sındırmadı. Cümlə, mürəkkəb cümlənin hansı növünə aiddir? Vaxt getdi. Tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə deyirsiniz və cavab olaraq qəbul edinmi bunu? Bəli, qəbul edin. Bir daha səsləndirin cavabı. Tabeli mürəkkəb cümlə. Cavab doğrudur, təbrik edirəm. Dil və ədəbiyyat mövzusunun 3-cü, sonuncu sualı səslənir. Xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Bu misralarda hansı bədii təsvir vasitəsi işlənmişdir? Vaxta ehtiyacı varmı? Yox, bilirsiniz. Buyurun. Təşbih. Təşbih deyirsiniz. Bəli. Və mən sizi təbrik edirəm, cavab doğrudur. Dil və ədəbiyyat mövzusunun 3-cü, sonuncu sualı idi və 3-cü, sonuncu mövzumuzu seçirik Səadət və bu mövzuda 3 sualı düzgün cavab versəz, siz ikinci finalçımız ola bilərsiniz. Diqqətli olun, tələsmədən və bir köməyiniz var, o köməkdən də istifadə edə bilərsiniz. Hansı mövzunu seçirsiniz? Ümumi. Ümumi mövzuda Səadət İsmailova ilə oyunumuzu davam etdiririk. Görkəmli kimyaçı alim olmuş bu şəxsin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsində olmuşdu. Azərbaycanda neft kimyasının əsasını qoymuş bu şəxs kimdir? Vaxt getdi.
Azərbaycanda neft kimyasının əsasını qoyan şəxsin adını bilirsinizsə, səsləndirin, amma bir köməyiniz var, xatırladım ki, əmin deyirsinizsə, o köməkdən istifadə edə bilərsiniz. Buyurun. Yusuf Məmmədəliyev. Yusuf Məmmədəliyev deyirsiniz, Səadət, və bunu cavab olaraq qəbul edinmi? Bəli. Əminsiz? Bəli. Mən sizə təbrik edirəm, cavab doğrudur. Ümumi mövzunun ikinci sualı səslənir. Bu əskinaz Qarabağ mövzusuna həsr olunmuşdu. Bu əskinazın üst tərəfində qüdrət nişanəsi, qılınc, dəbilqə, qalxan və sülh rəmzi xarı bülbül təsvir olunmuşdu. Əskinazın arxa tərəfində Azərbaycanın Avropa inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdi. Hansı əskinazdır? Vaxt getdi. Köməkdən istifadə etmək istəyirəm. Auditoriya müraciət edirik və bu sualın cavabını dəqiq bilən intellektuallarımız varsa, buyurun, kimi seçirsiniz? Buyurun. Mən Babaşov Tamerlan, Azərbaycan Dövlət İqtisad Universiteti 1-ci kurs, BİM fakültəsi. Mənim fikrimcə bu 10 manatdır. Səadət, siz qəbul edirsinizmi bu cavabı? Yəni, mən artıq cavab olaraq, bu sualı cavab olaraq qəbul edimmi? 10 manat dedi həmkarınız. Siz necə düşünürsünüz? Qəbul edin. Başqa... Cavab olaraq qəbul edim. Bəli. Təəssüflər olsun. Cavab doğru deyil. Təşəkkür edirəm. Səadət İsmailova idi. Səadət. Təşəkkür edirəm. Digər oyunlarda sizə uğurlar arzu edəcəm, amma əskinaz 20 manat idi. Onu unutmayın. Buyurun. Əziz tamaşaçılar, gördüyünüz kimi burada intellektuallarımızdan eyni zamanda söylədiyimiz kimi intellekt, bilik, savad, amma həm də bu son sualda gördüyünüz kimi müşahidə də, gözəl müşahidə qabiliyyəti də tələb olunur. Və ümid edirəm ki, digər intellektuallarımız bunu nəzərə alıb növbəti səslənən suallara daha diqqətli və daha təmkinli düşünərək cavab verərlər. İndi isə növbəti seçim turumuzun sualı səslənir. Bu rayonun adının mənası saf, təmiz su kimi izah edilir. Bakıdan 160 kilometr məsafədə yerləşən və eyni adlı çayın hər iki sahilində yerləşən bu inzibati rayon hansıdır? Vaxt getdi. Rəşad Əlirzayev bu sualın cavabını bilir deyəsən. Rəşad, buyurun. Mənim fikrimcə bu Ağsu rayondur. Tamamilə doğrudur. Təbrik edirəm. Hörmətli tamaşaçılar, bizim isə Ağsuya qısa səyahətimiz var. Vətənimizin gözəl güşələrindən biri Ağsuya qısa səyahətimizdən sonra yenidən studiyaya qayıdıb. Əziz tamaşaçılar, oyunumuzu davam etdiririk. Növbəti oyunçumuz, intellektualımız isə Rəşad Əlirzaevdir. Rəşad, xoş gəlmişsiniz. Bir daha salamlayıram sizi və uğurlar arzu edirəm növbəti oyunda. Amma əvvəl özünüzü qısa tamaşaçılarımıza təqdim edin. Mən Əlirzaev Rəşad, 1996-cı ildə Babək rayon Nehrəm kəndində olmuşam və Nehrəm kəndi 3 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam və hal-hazırda 1-ci kurs tələbəsiyəm. Biznesin inzibatçılığı fakültəsini oxuyuram. Mən sizə uğurlar arzu edirəm, həm dərsinizdə, həm imtahanlarınızda və eyni zamanda da oyunumuzda. Və bildiyiniz kimi 5 mövzumuz var. Bu mövzudan birincisi hansını seçirsiniz? Tarix və etnografiya. Tarix və etnografiya mövzusunda Rəşad Əlirzaevlə oyunumuza başlayırıq. Pənahəli xan Bayat qalasından sonra hansı qalanı tikdirib? Vaxt getdi.
Cavabı bilirsinizsə, vaxtı dayandıra da bilərik. Şahbulaq qalsın. Şahbulaq qalası deyirsiniz və təbrik edirəm, cavab doğrudur. Tarix və etnografiya mövzusunun ikinci sualı səslənir. Bu, Azərbaycan dövləti 11-ci əsrin əvvəllərində Səlcuq dövləti ilə birlikdə Bizans, erməni, gürcü feodallarına qarşı mübarizə aparmış və qalib gəlmişdi. Söhbət hansı dövlətdən gedir? Vaxt getdi. Şəddadilər dövləti. Şəddadilər deyirsiniz və cavab olaraq bunu qəbul edinmi? Təbrik edirəm, cavab doğrudur. Növbəti tarix və etnografiya mövzusunun üçüncü sualı səslənir. 636-cı ildə Sasanilərlə ərəblər arasında baş vermiş döyüş necə adlanırdı? Vaxt getdi. Rəşad, vaxtımız bitdi və bu sualın cavabını bilirsinizsə, buyurun. Kadisiya döyüşü. Kadisiya döyüşü deyirsiniz və cavab olaraq qəbul edinmi onu? Əminsizmi? Bəli. Təbrik edirəm, cavab doğrudur. Tarix və etnografiya mövzusunun üçüncü, sonuncu sualı idi. Növbəti mövzunu seçməlisiniz. Coğrafiya. Coğrafiya mövzusunda Rəşad Əlirzayevlə oyunumuzu davam etdiririk. İranla həmsərhəd olan bu vilayət Azərbaycanın cənub-şərq qurtaracağındadır. Ərazisində Hirkan qoruğunun yerləşdiyi və bu təbii vilayət hansıdır? Söhbət təbii vilayətdən gedir və hansıdır? Vaxt getdi. Sizin fikrinizcə? Lənkəran deyir. Lənkəran təbii vilayəti deyirsiniz. Cavab olaraq qəbul edinmi? Bəli. Təbrik edirəm, cavab doğrudur. Coğrafiya mövzusunun ikinci sualı səslənir. Səthi nisbətən hamar, yamacları dik və sıldırım olan bu zirvə Qusar və Qəbələ rayonlarının sərhədində yerləşir. Türyan və Qusar çaylarının başlandığı bu zirvə hansıdır? Vaxt getdi. Vaxtımız bitdi, Rəşad, və sizin fikrinizcə bu zirvə hansı zirvədir? Söylədiyimiz kimi Türyan və Qusar çaylarının başlandığı bu zirvə. Köməkdən istifadə edilmək istəyirəm. Köməkdən istifadə edirsiniz və intellektuallarımıza, auditoriyada əyləşən intellektuallarımıza müraciət edirik. Bu sualın cavabını bilənlər varsa, Rəşada kömək eləsinlər. Buyurun. Mehralı Mətləb, Azərbaycan Respublikası Prezidenti yanında Dövlətlərarası Akademiyası Beynəlxalq Münasibətlər 1-ci kurs. Mənim fikrimcə Babadağdır. Babadağ deyirsiniz. Mətləb söylədi ki, Babadağdır. Sizin fikrinizcə, Rəşad, razısınızmı bu cavabla? Yəni, cavab olaraq qəbul edinmi? Qəbul edin. Çox təəssüflər olsun ki, cavab doğru deyil. Doğru cavab Bazar düzü. Rəşad Əlirzayev idi. Növbəti oyunçumuz. Təşəkkür edirəm Rəşad sizə. Uğurlar digər və növbəti oyunlarda. Təəssüflər olsun ki, əziz tamaşaçılar, bugünkü intellektuallarımız bəlkə də bir qədər həyəcanla bağlıdır. Finalçı ola bilmədilər və bugün bizim sadəcə olaraq bir finalçımız var və oyunumuz bitdi və keçirik növbəti sonuncu tura, finala.
Yarışmamızın sonuncu turuna çatdıq, əziz tamaşaçılar. Biz artıq finaldayıq və bugünkü yarışmamızın sadəcə olaraq bir finalçısı var. Nurlan Abdurrahmanov. Nurlan, mən bir daha sizə uğurlar arzu eləyirəm və sualı səsləndirəcəm indi, final sualını və seçim turunda olduğu kimi sual bitəndən sonra, zil səsindən sonra sadəcə olaraq siz düyməyə basa bilərsiniz, amma yenə də yəni zil səsi bitəndən sonra tək olduğunuz üçün cavabı bilirsinizsə, həmən cavab verə bilərsiniz. Diqqətli olun. Bu, Azərbaycan milli rəqsi Segah muğamı üstündə yazılıb. Nağaranın müşayiəti ilə Qara Zurnada ifa edilir. Bu, xalq rəqsi solo rəqslərə aiddir. El arasında onu Ağabəy rəqsi də adlandırırlar. Sizin fikrinizcə bu hansı rəqsdir? Vaxt getdi. İpucu olaraq söyləyə bilərəm ki, siz bu rəqsi bir çox filmlərimizdə eşitmişsiniz. Amma daha çox yadda qalan bu Mehman, Qanun naminə filmində səslənib və hətta onu Kamilovun rəqsi də deyərək el arasında adlandırırlar. Hansı rəqsdir? Nurlan, sizin fikrinizcə? Məncə Heyva Gölü. Heyva Gölü deyirsiniz və cavab olaraq bunu qəbul edilmi? Siz Heyva Gölü dediniz və mən də Heyva Gölü cavabını qəbul edirəm. Heyva Gölü. Və təbrik edirəm sizi, cavab doğrudur. Nurlan Abdurrahmanov, təbrik edirəm sizi Nurlan. Uğurlar sizə. Siz bugünkü bizim yarışmamızın qalibisiz və sizə mükafatımız var. Belə bir fəxri fərman sizə təqdim edirik və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hədiyyəsidir. Bu netbooku sizə təqdim edirik və bir daha təbrik edirik. Təşəkkür edirəm sizə Nurlan. Bir daha xatırladıram ki, əziz tamaşaçılar, Nurlan Abdurrahmanov bugünkü bizim qalibimizdir. Və Nurlan, buyurun, dinləyirik sizi. Mən bugün qalib oldum və qalib olmama görə, deməli, mənə bu təsiri verdiyinə görə və məni belə öyrətdiyinə görə öz müəllimlərimə təşəkkür edirəm. Deməli, məktəbdə, rayondakı məktəbdə, hazırlıqda və hal-hazırda akademiyada olan müəllimlərimə təşəkkür edirəm. Uşaqlar da ki, sağ olsunlar, belə rəqabətli ortam yaradıblar öyrənmək üçün, onlara da təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Əlbəttə ki, sizin təşəkkürlərinizə biz də qoşuluruq. Müəllimlərinizə çox sağ ol deyirik ki, belə bir tələbə və belə bir şagird yetişdiriblər. Sizə uğurlar Nurlan. Təbrik edirəm sizi, buyurun. Bir daha təbrik edirik bugünkü finalçımızı. Və bir daha söyləyirəm ki, təşəkkür edirik ki, Azərbaycanımızı, vətənimizi, torpaqlarımızı belə gözəl həm tarixini, həm coğrafiyasını çox gözəl belə tanıyır bizim intellektualımız, eyni zamanda həm də tanıdır. Digər intellektuallarımıza isə uğurlar arzu edib növbəti oyunlarda görüşmək ümidi ilə deyirik və biz fəxr edirik ki, əziz tamaşaçılar, bizim belə gənclərimiz var, vətənimizi sevən, torpaqlarımızı sevən, vətənpərvər və eyni zamanda intellektual və vətənimizi tanıyan gənclərimiz var, yetişirlər və bugündən sonra da var olacaqlar. Mən Azərbaycanlıyam Milli Bilik yarışmasında gələn dəfə görüşmə ümidi ilə deyirəm. Sağ olun.